Salam əziz izləyicilərim, xoş gördük sizi, xoş gəlmisiniz. Daha doğrusu xatirə mətbəxə mənim yeni kanalımdır bu. Mən burada mantı hazırlayıram, buzluğa qoyacam. Buzluğa qoymaq üçün mantı hazırlayıram, sizinlə də bölüşürəm. Qəşəng, onun nə çəkisi var, nə ədədi var. İstədiyiniz qədər xəmir hazırlaya bilərsiniz. Yəni bu buzluğa qoyulur. İstəyəndə də buzluqdan götürürsən, qəşəng qaynar suda süzürsən, ya qızartmaq istəyirsən, qızardırsan, duru yağda qızardırsan, nuş eləyirsən. Xəmirim qəşəng biraz bilirsiniz, bu xəmirin sıyıq olmur, bərk basan olur da, elə bərk olur demək olar ki. Kündələrə bölürəm. Ətimi də hazırlamışam. Ətimi yox, daha doğrusu əti hazırlamışam. Tuzun, istiyotun, ondan quyruğun vurmuşam ətə. Soğanın hazırdır. Mən heç vaxt əti çəkmirəm, həm səs-küyünə görə çəkilişdə çəkmirəm. Həm də ət çəkmək, yəni belə də bir kiməsə öyrədiləsi şeydir də, maşında qoydun əti, soğanı, quyruğu eləyirsən, hazırlayırsan. Xəmiri də biraz qoyuram, dincəlir. Ondan yayıram, qəşəng mantıları hazırlayıram. İndi qabaq belə deyirdi. İndi hər şeyi buzluğa qoyurlar, hazırlayırlar. Qonaq gələndə tez başa gəlsin, istəyəndə tez başa gəlsin. Düşbərədir, mantıdır. Ondan gürcü xingi hamısını hazırlayırlar, qəşəng qoyurlar buzluğa. İstəyəndə hazır yeməkdir götürüb hazırlayırsan. Qonağın gələndə tez başa gəlir, ya özün istəyirsənsə, yəni evdə istəyirsə tez başa gələndir. Ona görə hamı bu hazırlığı görür. Yəni yaxşı işdir, yaxşıdır, yəni əlindən tutur da. Hazır götürürsən, işlədirsən. Armudu stəkanla yaydım gördüyünüz kimi, armudu stəkanla da kəsirəm. Ətini də əlavə eləyirəm, bükürəm. Hazır. Qoyuram buzluğa, pay-pay eləyirəm. Nə qədər bişirəcəm, ailə hesabı pay-pay eləyirəm, qoyuram buzluğa. Bu da qızımın həyəti, bacası. Dəfələrlə mən burada çəkirəm. Ora gedəndə mən YouTube çəkirəm, orada sizinlə bölüşürəm, yeməklər çəkirəm qəşəng. Sizinlə də bölüşürəm. Elə Şirniyyət 55 qızım. Yeganə, orada gedəndə orada çəkirəm. İndi onun evində usta işləyir, inşallah işi gücü qutarsın. Gedib oradan çəkilişlər, canlılar eləyəcəm, sizinlə bölüşəcəm. Sağ olun, sağlıqla qalın.